harda nəfs üstünlədir, artıq orada təbiilikdən qaçmaq var. Kiməsə məsələn bir tərifli tost demək zorunda qalırsan, təbiiliyə xəyanət edirsən. 1, 2, 3. İş, çalışma var, ailə var, dostlar var. Yəni cəmiyyətin əhatəsində təbii qalmaq o qədər asan da deyil. Çünki cəmiyyət çirkləndikcə o təbiiliyi qəbul eləmək istəmir. İnsan çətinlik çəkir. Orada çıxış yolunu süni olmaqda görür. Mədən adam bizdə kimə deyirlər? Geyimlərinə görə ki, yəni bu mədən adam. Böyük Mövlana Cəlaleddin Rumiyə istinad eləyək, nə qədər insanlar gördüm əynində əlbisəsi yox. Nə qədər əlbisələr gördüm, içində insan yox. Əlbisədən ibarətdir bu zalım oğlu. Əlbisədir bu, içərisində o insan yoxdur. Bu mənada mədəniyyət insanın varlığını müəyyən eləyir. Şairliyi şərtləndirən 3 ciddi məsələ var, yəni həyat tərzi üçün. Saf olmalısan, halal olmalısan, cəsarətli olmalısan. Bütün bunlar sənin gündəlik həyat tərzinə çevrilməlidir. Bunun içərisindən həyat sürmək çətin şeydir. Bir qələm, dəftər, dörd divar, sevinç, qəm, giley, güzar, şeir qoşmağa nə var? Şair olmaq zülümdür. Salam əziz Amin izləyiciləri. Yeni görüşünüzə gəlmişik. Qonağımı sizə təqdim edim. Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı mənim də dostumdur. Xoş gördük İbrahim. Xoş gördük, təşəkkür eləyirəm. Verilişimizin elə əvvəlindən də, adından da məlum olduğu kimi amin deyək və başlayaq. Amin, amin. İbrahim, sizi görəndə mən həmişə təbiiliyi haqqında düşünürəm. Bölümdə deyirəm, bu təbii adamdır. Və təbiiliyi elə bilirəm ki, sizin şəxsiyyətinizin kozurudur. Nə deməkdir təbiilik sizin üçün? Biz nə zaman təbiiliyi itiririk? Niyə belə tam arzu qaldıq təbii adamlara? Öncə təşəkkür eləyirəm. Bu dəyərləndirməyə görə mənim üçün çox böyük dəyərləndirmədir. Doğrudan deyirəm ki, əgər mənim haqqımda belə düşünə bilirlərsə, ətrafdakı insanlar, handa sizin kimi bilgin birisi, duyğusal birisi belə düşünürsə, nə xoş mənim halıma. Birisi, hər söz artıq elə səslənməsindən özünü ifadə eləyir də, öz nəyi ehtiva elədiyini ifadə edir. Təbii, təbiət. Yəni, təbiət sözündən də aydın. Türkiyəlilər... Necə varsa. Necə varsa. Türkiyəli doğa deyir də, doğulan, təbii doğulan. Bilirsiniz, yəni, heç nəyin ona təsir etmədiyi bir anlayışdır, varlıqdır, təbiət elə deyilmi? İnsan da dünyaya gəlişi təbii hadisədir. Ondan sonra bir ömür onu necə qoruya bilir? Və sonda insanlar ona o münasibəti bildirib dəyərləndirirlər ki, bu təbii insandır, bu təbii adamdır. Yəni süni deyil, məsəl üçün, belə deyək. Böyük Mövlana Cəlaleddin Ruminin dediyi kimi, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Yeri gəlmişkən bir zarafat deyim, mənim bir rəssam, ünlü bir rəssam dostum var, Nəvai. Deyir, ya olduğun kimi görün, ya da gözümə görünmə. Deyir, təbii, ümumiyyətlə, insan ömür boyu bu təbiiliyini qorumağa çalışır. Amma nə dərəcədə nail olur? Ömrün hansı mərhələsində onu itirir? Bu artıq başqa bir mövzudur, başqa bir söz konusu. Həyatın içərisində o təbiiliyi necə saxlaya bilir? Bu da bildiyim qədər asan bir məsələ deyil. Çünki təpkilər çox, həyat insanla başqa şeylər istəyir. Təbiiliyi verim nə alırlar ki, belə təpkilər çoxdur. Bilirsiniz, nəfs, insan ki, özü ömür boyu nəfsinlə mübarizə aparmalıdır. Harda nəfs üstünlədir, artıq orada təbiilikdən qaçmaq var. Belə deyək, belə düşünürəm. Kiməsə məsələn bir tərifli tost demək zorunda qalırsan, təbiiliyə xəyanət edirsən. 1, 2, 3. Ümumiyyətlə, həyatın içərisində rəftar
rəftar, necə rəftar eləyirsən. Hamının iş, çalışma var, ailə var, dostlar var. Yəni cəmiyyətin əhatəsində təbii qalmaq o qədər asan da deyil. Çünki cəmiyyət çirkləndikcə o təbiiliyi qəbul eləmək istəmir. İnsan çətinlik çəkir. Orada çıxış yolunu süni olmaqda görür. Süniliyə meyllənməkdə görür. Məsələn, Konfutsi hesab eləyirdi ki, adamlar təhsil prosesində təbiilikdən ayrılırlar. Təhsil adamı güclü eləyir. Amma təhsil ala-ala mədəniyyəti mənimsiyə insan təbiiliyindən məhrum olur. Ona görə Konfutsi deyir, gərəkdir ki, insan həm mədəniyyəti mənimsəsin, həm də təbiiliyindən də ayrılmasın. Bu iki qolu bir-birində tuta bilsin, doğru. O iki qol tuta bilən insanlardan ibarət olan cəmiyyət çox gözəl, saf bir cəmiyyət olur da. Bu mənada, yəni elm, bax, deməli, Böyük Nizami nə deyir? Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. İnsan bu mənada üstünlük eləyə bilər. Yəni deyər ki, mən səndən çox bilirəm. Yəni sırf bu bilgi sahəsinə aiddir. Yəni gəlmişkən buna çox taxıldılar Azərbaycanlıları. Məsələn, bizim müqayisə eləyəndə mən əsgərlikdə Sovet İttifaqında olmuşam. Orada çox haqlar var idi. Birdən belə özüm üçün kəşf elədim ki, bizimkilər oxumağa çox meyillidirlər. Və həqiqətin özündən çox, sadəcə o üstünlük dərəcəsini təminləmək üçün ki, məsələn, diplom onu sanki üstün eləyir, nə bilim, sonra bir doktorluq eləsə yenə də üstün olmuş olur. Bizim doğrudan da əsas amaclarımızdan biri kiməsə qalib gəlməkdir sanki. Müşfiq müəllim, siz filosofsuz, mən də bu fəlsəfi tərəflərə yönəlmək istəmirəm. Çünki orada yəni mənim bilgim yoxdur deyə düşünürəm. Amma əslində mən deyirəm ki, həyatda şair olmayan insan yoxdur. Hansı anlamda? Elə insanlar var ki, onların elə həyat hekayələri var ki, bizim şairlərin, yazıçıların yazdığı bədii əsərlərdəki obrazlardan, süjetlərdən daha təbiidir, daha güclüdür. Amma indi o sadəcə onu yaza bilmir də. İndi buna görə də amma o duyğuları, o hissləri yaşayır. Bu mənada indi fəlsəfə də belədir deyə düşünürəm. Hər kəsin bir mini fəlsəfəsi var. Mütləq. Mini fəlsəfəsi var. İndi elmlə üstün olmaq olurmu bir-birinə, yoxsa siz razısınız? Elmlə ancaq müəyyən sahədə üstün olmaq olar. Mənim üçün, əgər mənə sual verilərsə, insanların bir-birindən üstünlüyünü ancaq iman kamilliyində görərəm. Kimin imanı nə qədər güclü deyək, çoxdur deyək, üstündür deyək, biri o birisindən onunla meyar odur deyə düşünürəm. Adam çoban da ola bilər, alim də ola bilər, sıradan birisi ola bilər. Yəni cəmiyyətdə statusuna görə deyirəm. Və yeri gəlmişkən mən elə fürsət axtardım bu məsələyə də münasibət bildirək. Çox təəssüf ki, mənə elə gəlir bu Sovet dövründə formalaşan bir fikirdir. Çobanı aşağılayan bir sənət kimi qəbul eləmək. Ya çoban ümumiyyətlə çox belə deyək, müqəddəs, çox təmiz və saf bir sənətdir. Yəni böyük bir bilim adamını aparıb verərsən onlara müəyyən sayda qaramal və yaxud qoyun verərsən, deyərsən ki, bunu yaza çıxart. Və bir çobanı çıxarda biləcəyi kimi bunun döl vaxtı var, otu var, yeməyi var, bunu yaza çıxart. Bu da bir işdir da. Adam öhdəsindən gələ bilər? Xeyr, gələ bilməz. Deməli, sən onu yetənəyini yerinə yetirə bilməzsən. O da orada üstündür. Üstəlik, onun işi insanlarla deyil, dilsiz ağızsız heyvanlarla və təbiətlədir. Təbiətin dilini bilir, o dilsiz ağızsız Allahın yaratdıqlarının dilini bilir və bu özü bir yetənek deyilmi, böyük bir bacarıq deyilmi? Yeri gəlmişkən mədəni adam kimdir sizin üçün? Bilirsiniz, ümumiyyətlə mədəniyyət anlayışı çox qapsamlı, geniş bir anlayışdır. İndi təəssüf ki, bizdə cəmiyyətdə biraz tutaq ki, mədəniyyəti bir mədəniyyət nazirliyi və yaxud bir incəsənət
adamları, incəsənət Adətən elə toplumu başa kimi düşürlər. belə qəbul olunur. Amma mədəniyyət çox geniş, Məsələn, çoban qapsamlı güya bir ki, mədəniyyətlə məşğul deyil. Çoban da mədəniyyətin o sahəsindən məşğuldur. Yenə dediyim kimi, onun könül adamı olmağı, hər bir insana ancaq yaxşılıq eləmək arzusunda olmağı və bütün bunlar mədəniyyəti oluşturmurmu? İnsanlara münasibəti, ətrafa münasibəti, təbiətə münasibəti, hər şey münasibəti təbiidirsə, bu onun mədəni olmağına işarə deyilmi? Mütləq mədəniyyət, mədəni adam bizdə kimə deyirlər? Geysilərinə görə, geyimlərinə görə ki, yəni bu mədəni adamdır. Və yaxud elə yeri gəlmişkən deyim, bəzi ifadələr var da bizdə deyirlər, filan kəsin məclisinə bir şəxsiyyətli adam gəlmişdi. Şəxsiyyətli adam kimdir? Kostyum, qalstuk falan, nə bilim, nə. Yenə Böyük Mövlana Cəlaləddin Rumiyə istinad eləyək. Nə qədər insanlar gördüm, əynində əlbisəsi yox. Nə qədər əlbisələr gördüm, içində insan yox. Ya əlbisədən ibarətdir bu zalım oğlu. Əlbisədir bu. İçərisində o insan yoxdur. Bu mənada mədəniyyət insanın varlığını müəyyən eləyir. Yəni insaniyyətliyini müəyyən eləyir. Sanki nəsə bir şey bizim həyatımızda. Çox vektorlu bir anlayışdır mədəniyyət. Yeri gəlmişkən siz poeziya bölməsinin rəhbərisiz. Bir keçici bir vəzifədir, amma yenə də olsun bu məqam barəsində həm də bütün ömrünüzü poeziyaya həsrlədiniz. Şairlik məqamı nədir? Nə zaman yaranır şairlik? Siz nə zaman hiss elədiniz ki, siz şairsiniz? Yoxsa dedilərmi sizə? Bir cümlə ilə onu deyim. Ümumiyyətlə, şairin rəhbəri olmur. Nə də yazıçılar bilir. Mən poeziya bölməsinin rəhbəriyim. Bu demə deyir ki, mən şairlərin rəhbəriyəm. Təbii, işlərə baxın. Hər şair, bu müəyyən bir prosesi, yazıçılar Birliyi ictimai bir təşkilatdır. O təşkilatın işlərini yürütmək üçün müəyyən insanlar görev almalıdırlar ki, bu işlər, bu proses getsin. Hər şair özünə bir rəhbərdir. Hər şair bir poeziya bölməsi rəhbəridir özü üçün. Şairlik məqamı deyirsiniz. Nə zaman hiss elədiniz? O hiss olunmadan baş verən bir deməli hadisədir. Deyək, bir dəfə Türkiyədə bir böyük elmi cəmiyyətin bir elmi simpoziumunda iştirak edirdim. Xeyli Türk dünyasından da yazarlar vardı. Oturumlardan biri, biz iclas deyirik. Oturumlardan biri həsr olunmuşdu. Şeir nədir? Yəni sual qoyulmuşdu. Hər kəs bu suala cavab vermək üçün cəhdlər eləyirdi. Mən dinlədim bunları, xeyli sonra yoruldum və dedim ki, əfəndilər, bayaqdan çalışırsınız, şeir nədir sualına cavab verdəsiniz. Yəni bu Aristotelin poetika kitabından tutmuş, günümüzün ədəbiyyat dərsliklərində şeirə verilən tərifə qədər heç biri şeir nədir sualına tam cavab vermir. Yetərli cavab vermir. Tam cavab vermir. Axı, çünki şeir hissiyatdır da, birinci hisslərin ifadəsidir. O sonra gəlir artıq onun necə poetik yükü, ondan sonra gəlir dil məsələsi. Əlbəttə, bütün bunlar hamısı ciddi rol oynayır. Nəhayətdə şeir ortaya qoyulanda. Amma ona qədər şeir içəridən püskürür. Püskürməyibsə, deməli yoxdur. Ona görə də dedim, bəs nə eləyək? Dedim, heç nə. Yunus Əmrədən bir şeir deyirsiniz, Füzulidən, Nəsimidən, Aşıq Ələsgərdən, çoxlu bizim ünlü şairlərimizi saymaq olar. Nəvaidən, məsəl üçün, mən Türk dünyasını ünlü şairlərini sadaladım. Onlardan bir şeir deyirsən, sonra deyirsən, şeir budur. Məsələ bitdi. Yəni, fəlsəfi bir definisiya vermirsən. Siz buna, yoxsa şeir misraların qafiyələrlə, nə bilim, poetik şəkildə ifadəsidir falan. O deyil axı. Ona qalsa, o qədər o mətnlər yazan var. Mən Yazıçılar Birliyi Qurultay məruzəsinin elində orada bir cümlə keçir ki, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin 70%-i şairlərdən və şeir yazan qələm adamlarından ibarətdir. Dedilər, yaxşı ki, şeir yazar. Deyir, şeir yazan ayrıdır. Yəni, məhz o dediyim kimi, şeirin texniki ölçülərini bilib,
o ölçülərə uyğun mətnlər yazırlar. O şairlik başqa şeydir. Gördünüz indi siz də sual verdiniz. Yenə mən o məqamı izah eləməkdə acizim. Çətin. Doğrudur əslində bu çox maraqlı bir məsələdir. Bir şeyi izah edirsənsə, demək sən o şeyi bacarırsan deməkdir. Demək onun sən sirrinə varmısan. Mən cavan idim. Bizdə işlədiyim bir yerdə bir professor vardı, pedaqoq idi. Pedaqogika elmləri doktoru idi. Pedaqogikadan dərs deyirdi və bir müəllim kimi çox maraqsız idi. Uşaqlar səs salırdılar onun dərsində, zülm çəkirdilər və öz-özümə fikirləşirdim. Siz sirrə bax, adam pedaqogika elmləri üzrə alimdir. Yəni müəllim necə olar onu öyrədir. Onun sirrini bilir. Amma özü müəllim deyil. Özün didaktikası yoxdur uşaqlarla necə paradoksdur da. İndi məsəl üçün şeir haqqında bir fikir bildirən filosof olursa o mütləq biraz şair olmalıdır. Şair deyilsə. Sizə bir söz də deyim, yeri gəlmişkən çünki bu fikir sonra yayına bilər. Şeir nədirin niyə cavabı yoxdur? Məsələn mənim anlamımda. Ümumiyyətlə bilirsiniz ki, istənilən anlayışa sözlə tərif verir, eləmi? Ağ nədir, qara nədir, kitab nəyə deyilir, ağac nədir, daş nədir və göy nədir, yer nədir? Yəni istənilən, sonra biz bunun qarşısına ya 2 nöqtə, ya bir tire qoyuruq, orada bir cümlə yazırıq ki, yəni bunun tərifini verdik, bu anlayışın tərifini verdik. Ya bu şeir sözün özüdür, özü. Özündən özünə necə tərif verəsən bunu? Ki, onu tam əhatə edirsin. Bu onun özüdür. Ona görə də biraz şeir mənim üçün başqa anlam daşıyır. İndi düzdür, ədəbiyyat adamlarının içərisində müxtəlif yanaşmalar var, müxtəlif baxış bucaqları, baxış açıları var. Amma istənilən halda ciddi ədəbiyyat adamı, şeiri duyan, bilən insanlar bunun başqa cür olduğunu anlayırlar. Yeri gəlmişik, bir söz də deyim. Bir dəfə kənddə bir toy idi. Getmişəm, kənddəyim təsadüfən. Toya da dəvətli deyiləm. Hansı kənddir? Qazağın Aslanbəyli kəndində. Aslanbəyli də deyirlər. Aslanbəyli də deyirlər. L-nı T ilə deyirlər kəndçilərimiz Aslanbəyli. Deyir ki, dedim gedim mən də bir xeyir dua verim də qonşudur. İndi bilir ki, mən uzaqda yaşayıram. Bəs gəlmişəm, bəlkə burada olsam dəvət eləyərdi. Özüm könüllü getdim. Bu toyda iştirak elində kəndin gəncləri toplaşdılar. Aşıqlar şeirlərini oxuyurlar. Bəziləri şeirlərini deyirlər. Gənclər görünür, sosial şəbəkələr üzərindən izləyirlər, televiziyalardan izləyirlər. Belə, elə bu cür inşallah bu proqram da yəqin ki, xoşluqla izlənirlər. Bir də gördüm, bu gənclərdən biri mənim lap yaxınımda əyləşib, yavaş-yavaş tez-tez mənə toxunur. Dedim, yəqin nəsə bir sualı var, nəsə bir şey soruşmaq istəyir. Ay oğul, kimin oğlusan, kimlərdənsən? Belə izah elədi. Dedim, nəsə bir sözüm var, yəqin, nə soruşmaq istəyirsən? Bala, bayaqdan belə deyir ki, dedi, yox, müəllim, mən heç nə soruşmaq istəmirəm. Dedim, bəs neyinisə? Deyir, belə deyirim, görüm, sən də elə bizi kimi adamsan, yoxsa başqa bir şey. Bilirsiniz. Nə gözəl, nə gözəl. Bu təbiilikdən danışdıq, təbiilik. Bunu da mənim çox kövrətdi bu məqam. Hətta indi bilirsiniz, mənim şeirə kitabımın biri də şair olmaq zülümdür. Bu anlamda mən bunun çox altını çəkmişəm. Yəni, çünki şairliyi şərtləndirən 3 ciddi məsələ var. Yəni, həyat tərzi üçün. Saf olmalısan, halal olmalısan, cəsarətli olmalısan, dürüst olmalısan, mərhəmətli olmalısan. Yəni, bu və bütün bunlar sənin gündəlik həyat tərzinə çevrilməlidir. Ailədə, qonşuluqda, qohumluqda, dostluqda, düşmanlıqda mərd olmalısan, işdə, çalışmanda. Bunların hamısını bilirsiniz, siz də bilirsiniz, əziz tamaşaçılarımız da çox gözəl bilir. Bütün bunların hamısını oluşturub da bunun içərisindən həyat sürmək çətin şeydir. Ona görə də mənim bu kitabın adı Şair olmaq zülümdür. Burada da bircə bənd var. Bir qələm, dəftər, 4 divar, sevinç, qəm, giley, güzar, şeir qoşmağa nə var? Şair olmaq zülümdür. Süper. İndi bilirsiniz, şeir yazmaq deyir. İndi
bəzən bu zülmü insan bizdə deyir də adama deyir, hə mən də adamam, insafın olsun. Bunların içərisindən keçəndə adam hərdən biraz geri çəkilir də, biraz geri çəkilirsən ki, şair mənə lazım idi, bu zülmü çəkmək mənə lazım idi mi? Baxıram bax ətrafda insanlar başqa cür yaşayırlar, cəmiyyət təmiz başqa cürədir. Amma təkcə o uşağın sənə elə yanaşıb, toxunub deməyə ki, görüm, sən də elə biz kimi adamsın. Bu bəs eləyir. Bu bəs eləyir. O əziyyətlərin hamısına qatlanmağa bəs eləyir. O uşağın o gözlərinə mən belə baxdım, mən çox duyğulandım, çox görəldim ki, yəni deməli, sənə belə də baxan var da. Yəni sözlərindən baxırlar, özünə görə yox, təkcə özünə görə yox, sözlərindən sənə yanaşıb belə baxırlarsa, deməli dəyər. Yeri gəlmişkən xəbəriniz var ki, Quranda bir surə şairlər adlanır. Var. Və məhz orada Allah insanları xəbərdar edir ki, baxın ha, bəzi şairlərə uyarsız, onlar belə sözləri, dağları, dərələri aşır, çox pafosla, çox belə rahat-rahat danışırlar. Amma Allahı çox-çox zikr eləyib, xeyr əməl eləyənlərdən başqa. Haqq şairi nədir sizə görə? Şeirin bu yöndən baxanda, yəni ürfan qatına tərəf baxaq da ki, bizim yetərincə Ulu Yunus Əmrədən üzübəri bizim çox böyük ədəbiyyatımız var. Yəni ümumi adı, ürfan adında, adı altında münasibət bildiririk bu ədəbiyyata və övliyalıq mərtəbəsinə qədər gəlib çıxan şairlərimiz hansılardır? Hansılar ki, şəriət, təriqət, mərifət, həqiqət yoluna, mərhələlərini keçirlər. Şəriət bir qaydalar sistemidir, elə deyil. Bu qaydalar sistemi, yəni düzgün qaydalar sistemidir. Onlar olmazlar. Onlarla olmazlar bunlar. Ondan sonra təriqət, yəni o yol axtarışıdır. Daha çox necə Allahı zikr eləyirsən, hamı zikr eləyir, amma necə zikr eləyirsən, zikirdən zikrə də fərqi var. Ondan sonra o təriqətlər ona görə yaranır. Təbii ki, mən bunların başında sufi düşüncəni, hürufi düşüncəni qəbul eləyirəm. Çünki bunun içərisində Nəsimi var. Nəsimi həqiqəti var. Ondan sonra gəlirsən mərifət mərtəbəsinə. Mərifət mərtəbəsində artıq bu kamilləşir, imanı kamilləşir insan. Həqiqətə yetəndə bu onun alçaq könüllülüyün ən uca mərtəbəsini, belə deyək də, alçaq, yuxarı, bunlar nisbi anlayışlardılar və o mərtəbəni gəlib çatanda bu artıq övliya misallı olur. Övliya misallarında indi biz Əhməd Yəsəvini deyək, Mövlana Cəlaləddin Rumini deyək, Şəms Təbrizini deyək, Hacı Bektaş Vəlini deyək və bizim son, mənim də həyatımın içərisindən keçən yaradıcılığımla Seyid Mir Həmzə Nicari bizim çox böyük ustad şairimiz və övliya misallımız, övliyamız. Bilirsiniz, bu belə ad deyir. Bunlar bütün həyat tərzinlə şairdilər. Həm də həyat tərzləri şairanədir. Təkcə şeir yazmaqla o mərtəbələri adlamaq olmur. Sözün məsuliyyəti nə qədər olmalıdır ki, adam haqq şairi olsun? O sözün məsuliyyəti ifadəsini biz deyirik, biz işlədirik. O sözün məsuliyyətini çəkirəm, sözün məsuliyyəti var deyə haqq şairi olmur. Onu artıq haqq deyirik də, haqq ona o ixtiyarı verir, o icazəni verir. Məsələn, birisi deyir ki, səndən ötürü ölərəm, ya Allahdan ötürü. Bu qəşəng qafiyəyə oturur deyə bunu yazır ora indi nətərsə. Bir də var ki, bunu deyə anlayır ki, bunu eləyə bilərəmmi? Məsələn, Konfutsi deyirdi ki, müdrik adamlar çətin danışırlar. Çünki yerinə yetirilməsi asan olmayan şeylər haqqında necə çətin danışa bilərsən. Bu mənada o
haqq şairin məsuliyyəti deyəndə mən bunu nəzərdə tuturam ki, o fərqinə varırmı ki, məsuliyyəti var bunun bu sözlər üçün? Şeiriyyətdə də mübaliğələr olur həmişə. Çox təəssüf ki, indi deyirsiniz, müqəddəs kitabımız Qurani-Kərimdə də bu ifadə keçir. Bəli, bu günümüzün reallığı da həm də. Görünür o zaman da belə, bütün zamanlarda da belələri də olubdur, belələri də olubdur. İndi o sözün məsuliyyəti adı ilə mövzuya girək. Yəni onu hiss eləməyəndən sonra, onu duymayandan sonra bir adam ki yazır, özü bilə-bilə, özünü aldadır ki, bu sənə gəlməyib, bunu sən kağıza köçürürsən. Bunu sabah hər dəfə mən şair dostlara deyim. Deyim, siz bəzən elə bilirsiniz ki, oxucunu aldadasınız. Qardaşım, oxucu qəlbdir, ürəkdir, qəlbdir, hissiyatdır. O hiss eləyəcək səni. Süni yazdığını da hiss eləyəcək, təbii yazdığını da hiss eləyəcək. Sən ondan qaça bilməyəcəksən. Müəyyən müddət olar, retorik çıxışlar, bəlağətli çıxışlar eləyərlər, şeirlərini bəlağətlə söyləyə bilər. Məsəl üçün, bədii qiraətçilər indi şeirlər söyləyirlər falan. Amma bunlar hamısı keçərlidir. Sonra ələnir, ortada şeir qalır. Ürəkdən doğulan şeirlər qalır. Ürəkdən doğulan şeir qalır, ürəklərə köçən şeir qalır. İlk şeiriniz, ürəkləri fəth eləyən şeir qalır. İlk şeirinizi xatırlayırsınız. Onu şeir demək olardımı, bilmirəm. Amma niyə yazdınız onu? Herhalde o impuls oradan gəlir. Bax, elə ən gözəl sordu, niyə yazdınız? Yeri gəlmişim, bu günlərdə Türkiyənin Elazığ şəhərində Altaylardan Xəzərə deyə böyük bir Türk dünyası şairlərinin etkinliyi var idi. Orada bir liseydə bizimlə görüş keçirirdilər. Bir Türkiyə Gümüşhane Universitetinin müəllimi idi, öyrəticisi idi. Bir də mən idim, tələbələr çoxlu suallar verirdilər. Suallardan biri də şeir nədir? Bunun üzərindəydi. Mən sayın professora dedim, Təlat Ülkər bəy, sən həm də öyrətmənsən də, sən bunu birinci sən başla. Bu çalışdı, xeyli cavablandırsın. Bacardığı qədər dedi. Mən də fikirlərimi bildirdim. Amma tələbələrdən biri, şagirdlərdən, öğrencilərdən biri verdiyi sual nədir? Axır bizim fikirləşdiyimiz bu oldu ki, duyğularını ifadə eləmək üçün da neynəyəsən? Bayaq dediyim ki, şeir nədir? Cavabı yoxdur. İndi azı bacardığımız qədər heç olmasa bunlar məktəblidirlər, şagirddirlər. Bunlara sual verilir, bax, cavab istəyir adam. Və biz buna deyəndən sonra nə qaydım, nə də istəyirdim. Deyir, düz dünya o dolu adamdır. Hamının da duyğusu var, hissi var. Bizim duyğumuz, hissimiz yoxdur. O da onu ifadə eləyir, şeirdir də bu. Elə gərək şair olasan, elə gərək şeir yazasan. Nəyinizə lazım, ümumiyyətlə? Nəyinizə lazım yox. Mütləqdirmi ki, sən duyğunu, hissini şeirlə ifadə eləyəsən? Bax, o öğrencinin sualının qarşısında qaldıq, ikimiz də aciz. Belə bir-birimizə baxdıq, dedi ki, bu şagirdir, biz nə cavab verəyik? Bilirsən, indi mən o öğrenciyə tam haqq qazandırmıram. Çünki hələ şagird də müəyyən yaşa çatandan sonra Allah bilir, bəlkə onun özü gələcəkdə şair oldu, bilmək olmaz. Onun da özü biləcək ki, şair olmaq. İllər Cəlaləddin Ruminin zəhləsi gedirmiş şeirdən. Amma bir məqam gəlir, çatır həqiqətin havalanma məqamı. Adam dövrün və əsrlərinin böyük şairlərindən birisinə dönüşür. Həqiqət, mənə görə şairlik həqiqətin yetişmə məqamıdır. Ürəyin yetişmə məqamıdır. Həyatımda ilk oxuduğum şair də Rabindranath Tagore olubdu 90-cı illərdə. Əskərlikdən gəlmişdim, deyənə kimi yadıma gəlir, 20 yaşım vardı. Əlimə atdım, rəfdən o kitabı aldım. Anam mən əskərlikdə olanda almışdı. Oxudum və o gecə çox gec yatdım. İlk dəfə anladım şeir nədir. Bizim də orta məktəbdə bizə şeirlər əzbərlədirlər, bu alqı şair oxu. Zəhləm gedirdi şeir əzbərləməkdə, bir sətr əzbərləyirdim, yanına o birisini qoşurdum, əzbərləyirdim. Bu nə zülümdür. Hardasa bir şey anlayırdım ki, dil öyrənirik də, səlis danışmaq öyrənirik bu şeirləri əzbərləməklə. Amma şeirin nə olduğunu mən 20 yaşında anladım. Gördüm ki, ürəyim döyünür. Sözləri bu qədər dərin, bu qədər sənin taleyivə düşən, eləyən nədir? O sirri mən də o vaxt çözəmədim. Amma mənim taleyimi dəyişdirməyə başladım. Adam elə onun münasibət bildirim. Deməli, şeir söylənilir.
Hər dəfə deyirəm ki, necə ola bilər ki, yəni möhtəşəm bir şeir, duygusal bir şeir söylənilsin və insan beləcə part arxasında oturduğu kimi yaxud divanda oturduğu kimi sadəcə oturub baxır. Və bu adamın bədən əzalarında bir sıçrayış baş vermir. Yəni sözün həqiqi mənasında o böyük şeir dediyimiz, əsl şeir dediyimiz, şeir dediyimiz ümumiyyətlə insana bu cür təsir eləməlidir. Mütləq bu cür təsir eləməlidir. Məsələn, mən eləyəm. Bir musiqiyə o münasibət var məndə və yəqin ki, hər kəsdə var. O musiqində hər kəsdə yoxdur, yox. Kimin ürəyi aktivdirsə onda var ancaq. Öyle olsun. Deməli, o musiqi sənə təsir eləyirsə, sən beləcə oturub belə olmamısan. Sən nəsə bir tərpənməlisən. Sən nəsə tərpətməlisən. Sənin içində nəsə baxışlarında, qan damarlarında bir şey, ürək döyüntüsü filan dəyişdirməlidir. Nəbzində bir dəyişiklik olmalıdır. Yeri gəlmişdir, Koroğlu dastanımızdan yəni var da deyir, sənli belə bir casus gəlir. Deyirlər ki, bunu nədən bilək bu casusdur? Ya bizim qeyri-millətdir, bizimdəndir, bizdən deyil. Deyir ki, Koroğlu deyir, Aşıqçınına deyir ki, mən saç salacağım, sən bunun nəbzini tut. Nəbzini tut, gör bir fərq eləyirmi? Maraqlı test. Koroğlu mümkün qədər sal bir neçə saz havası çalır. Aşıqçının deyir, Can Koroğlu, çox gözəl çaldım, çox gözəl də oxudum. Amma bu Məlun oğlu, Məlunun heç nəbzində bir fərq eləmədi. Deyir, deməli, bizdən deyil, götürün bunu. Bu, yəni, deməli, casusdur. Belə çıxır ki, bu yalan detektorunu birinci bizim babalarımız fikirləşiblər. Şeirlərlə oxuyurmuşlar. Sazla yoxlayıblar. Sizcə bizim gənclərin həyatında ən əsas mənəvi dilemma deyim, problem deyim, nədir? Məsələn, bizim gəncliyimizin, gənclərinin bir başqa problemləri var idi. İndiki gənclik başqa bir dünyada yaşayır. Z nəsli deyirlər özlərinə. Bu Z nəslinin ən böyük mənəvi problemi nədir ibarət? Həyatda bu mənim icadım deyil, mən də öz fikrimi ifadə edirəm sadəcə. Zaman yeganə anlayışdır, yeganə anlayışdır. Hər şey ona nisbətdədir. O heç nəyə nisbətdə deyil. Hər şey ona nisbətən dəyişir, amma dəyişikliyə uğrayır, amma o heç nəyə nisbətdə deyil və davam edir. Həmişə də gənclik, bizim gənclik olduğu zaman da biz özümüzdən böyüklərə bir etirazımız vardı. Gənclik həmişə düşünür ki, daha ağıllıdır. Daha ağıllıdır. Yəni bu gəncliyin xüsusiyyətidir. Bunu deyək bu tərəfi. Həm də əvvəlki gəncliklə indiki gəncliyin əsas fərqi odur ki, əvvəlkilər öyüd, nəsihət verirdi, məsəl üçün dinləyirdilər. Hətta bəzən istəyirdilər özləri, öyüd istəyirdilər, nəsihət almaq istəyirdilər ki, həyatlarını, düzənini buna uyğun qursunlar. İndiki gənclik, məsəl üçün, öyüd istəmir. İstəmir, nəsihət istəmir. Nədir mani olan? Egodur mu, nədir? Təkcə ego deyil. Mən yenə deyirəm, görünür bu zamanın gəncliyi belə olmalıdır. Biz elə şeylər var, ona münasibət bilir. Cəmiyyət müxtəlif hadisələrlə gəncliyi də, ümumiyyətlə ictimaiyyəti də yönəldə bilir. Bunlar həqiqətdir. Müəyyən qədər yönəldə bilir. Amma dövr dəyişəndə təkcə həm də biz indi bizim gəncliyimizdən danışırıq. Biz dünya gəncliyindən danışaq. Ümumiyyətlə, bütün dünyada gənclər əvvəlki gənclərdirmi? Xeyr. İndi də bütün dünyanın gəncləri da indi orada aslında demirəm ki, yəni artıq süni intellekt, türkiyəlilər yapay zəka deyirlər. İndi o artıq qapsayıb cəmiyyəti. Biz bunun qarşısında onlara öyüd, nəsihət verəndə onlara gülməli gəlir. Nəsə başqa bir şey fikirləşmək lazımdır gəncliyi yönəltmək üçün. Və hər şeydən öncə əməl. Əməl, yəni böyüklərin əməlləri dürüst olmalıdır ki, o əməli görüb ona uyğun istiqamətlənsin.
bu sosial şəbəkələrin olmadığı zamanda, televiziyaların belə informasiya daşıyıcılarının bu qədər çox olmadığı zamanda böyüklər sözlərini söyləyirlər, əməllərini gizlədə bilirdilər. İndi buradan bir əməl 3 gün sonra faş olur. Və sonra gənc də müqayisə eləyir. Axı o dünən belə deyirdi, belə çıxışlar eləyirdi, belə çoxlu hadisələr olur da. İndi bu zaman göstərir ki, bəzən ictimai xadimlər, bəzən hətta dövlət xadimləri görürsən ki, müəyyən zaman çalışırlar, işləyirlər falan. Bir müddətdən sonra bunun altından başqa şey çıxır. O da görür ki, gənc görür ki, bununla çıxış eləyib, bunu dinləyibdir. Televiziyada bunu dinləyib, böyük auditoriyalarda bunu dinləyib, buna qəzetlərdə oxuyub, buna vaxt sərf eləyib, zaman sərf eləyib, onun dediklərinə əməl etmək istəyib. İndi məlum olur ki, özü belə deyilmiş, səhvmiş. Ona görə də gəncləri şəxsi nümunə ilə ancaq görür, həyatda insanlar, böyükləri görür ki, onlar nə qədər dərəcədə sədaqətlidirlər, nə qədər dövlətçidirlər, nə qədər millətini sevəndilər. Bu, öz içəriliyimiz üçündür. Və ümumiyyətlə, nə qədər insanpərvərdilər. Dünya insanlar, ümumiyyətlə, insanlığa nə qədər əməl eləyirlər. Ona uyğun da artıq onlar həyatlarını quracaqlar deyə düşünürüm. Biz ancaq şəxsi nümunə göstərməliyik. Başqa cür yoxdur. Mən sizə təşəkkür eləmək istəyirəm və sonda sizdən bir şeir almaq istəyərdim verişimiz üçün. Hansını istəsəniz oxuyun. Tanrım, görəm mən kiməm, nəçiyəm bu dünyada. Bir payı quru torpaq, 3 payı su dünyada. Adım Peyğəmbər adı, özüm adi bir adam. Bir də bu adilikdən bezib çıxan fəryadam. Qənşərində durduğum aynadakı mənəmmi? Ruhum mənə dardımı? Mən ruhuma binəmmi? Əvvəl-axır deyilən bir ölçü biçi varmı? Varsa ölçüsüzlük nədir? Bilmək olarmı? Bu cismi can varlıqdır. Yoxluq divanəsiyəm. La ilahə illallah. Kimdir məni səsləyən?